Salam, hər vaxtınız xeyir olsun. Bugün sizinlə Məhəmməd Füzulinin Məni candan uzandırdı qəzəlindən danışacağıq. Qəzəli təhlil edəcəyik. Görək elə qəzəldə nədən söhbət gedir, şair bizə nələri çatdırmaq istəyir. İzaha keçməzdən əvvəl videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. İndi isə keçək şeirin izahına. Deməli, Məni candan usandırdı qəzəli adı üstündə qəzəl janrında yazılıbdır. Əruz vəzninin Həzəc bəhrindədir və Həzəc bəhrinə uyğun olaraq axıcı, ahəngdar avazla oxunan şeirdir. Ana dilində yazılmışdır. Lakin şeirdə ərəb-fars mənşəli kifayət qədər sözlər istifadə olunmuşdur. Amma şeirdə ərəb-fars mənşəli sözlərin istifadə olunması şeirin dilini çətinləşdirmir, anlaşılan qalır yenə də. Şeirdə məhəbbət təsvir olunubdur, amma təsvir olunan məhəbbət birmənalı deyil, iki başlı məhəbbət deyək biz buna. Burada həm dünyəvi, həm də ilahi məhəbbətin çalarları özünü göstərir. Yəni təsvir olunan məhəbbət birmənalı şəkildə dünyəvi məhəbbət və ya birmənalı şəkildə ilahi məhəbbət deyilə bilməz. Hər ikisi düşünülə bilər. Amma əsərdə təsvir olunan aşiq obrazı real aşiqdir. Deməli, aşiq real aşiqdir, amma məhəbbət iki anlamda həm ilahi, həm də dünyəvi məhəbbət olaraq qiymətləndirilə, dəyərləndirilə bilər. Deməli, şeir birinci misra əsasında adlandırılmışdır. Ümumiyyətlə, klassik poeziyada yazılan şeirlərin bir çoxu ya rədif, ya da birinci misra əsasında adlandırılmışdır. Şeirdə rədif olmadığı üçün bu birinci misra əsasında adlandırılmışdır. Birinci beyt istisna olmaqla, bax bu beyt istisna olmaqla qalan beytlərin hər birində daxili qafiyədən istifadə olunmuşdur. Və bütün beytlərdə də bədii sual var. Bədii sual var. Deməli, bütün beytlərdə bədii sual var. Birinci beyt istisna olmaqla qalan bütün beytlərdə də daxili qafiyədən istifadə olunub. Deməli, oxuyaq görək elə nədən söhbət gedir. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? Deməli, lirik qəhrəman candan bezdiyini dilə gətirir, amma sevgilinin, yarın ona cəfa verməkdən usanmadığını da görürük. Deməli, aşiq cəfa çəkməkdən bezibdir, amma sevgili, məşuqə cəfa verməkdən bezməyibdir. Biz oxşar detalı görə bilərik Xətainin Dəhnamə əsərində. Dəhnamə əsərində də aşiq cəfa çəkməkdən bezir. Baxın, sevgisindən tezdə yazır ki, sevgisindən bezmişdir. Xeyr, istər burada, istər Dəhnamədə sevgisindən bezmir. Cəfa çəkməkdən, əziyyət çəkməkdən bezir lirik qəhrəman. Daha sonra bir fələklər yandı ahımdan, muradım şəmi yanmazmı? Mənim ahımdan göylər yanır, amma muradım şəmi yanmır. Yəni arzum həyata keçmir. Elə bir ah çəkirəm ki, mənim ahımdan göylər yansa da, amma muradım şəmi yanmır. Yəni arzum, istəyim həyata keçmir. Baxın, fələklər yandı ahımdan. Yəni mənim ahım göylərə çatdı, düzdürmü? Biz oxşar epizodu, oxşar detalı görəcəyik Zakirin Badi Səba mənim dərdi dilimi şeirində də görəcəyik. Orada deyir ki, Badi Səba mənim dərdi dilimi ol büyüt zibaya dedin, nə dedi? Ah naləm asimana yetdin, gerdani minaya dedin, nə dedi? Bax, orada deyir ki, ah naləm asimana yetdin. Yəni deyir, mənim ah naləm göylərə yetir. Burada da lirik qəhrəman ah naləsinin göylərə yetdiyini bildirir. Oxşar detal kimi nəzərinizdə qalsın. Daha sonra, qamu bimarinə canan, dəvai dərd edər ehsan. Neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Qamu, hamı və ya bütün deməkdir, bimar xəstə. Burada canan sözü var. İstifadə olunan canan sözü deyilə bilər ki, düşünülə bilər ki, bu sevgili mənasındadır. Amma bu beytdə canan sözü sevgili mənasında deyil. Ümumiyyətlə, klassik poeziyada canan sözü Allaha xitabən deyilən sözlərdən biridir. Ümumiyyətlə, Allaha klassik poeziyada can, canan, şah və s. bu tip müraciətləri görə bilərsiniz. Məsələn, Ağrımaz qəzəlində can deyərək müraciət olur. Deyir ki, canə sən candan nə kim gəlsə, can deyərək Allahdan danışılır. Sonra burada canan deyilərək Allahdan danışılır. Yenə Ağrımaz qəzəlində, Nəsiminin Ağrımaz qəzəlində şah deyərək, şəha deyir Allah haqqında. Burada da canan deyəndə Allah nəzərdə tutulur. Deyir ki, canan bütün xəstələrə, bimar xəstədir, bütün xəstələrin dərdinə dərman eləyir. Amma ardınca deyir ki, neçin qılmaz mənə dərman, məni bimar sanmazmı? Deyir ki, bəs yaxşı, mənim dərdimə niyə dərman eləmir? Məni bimar, məni xəstə saymırmı? Əgər bunu həqiqi mənada düşünsək, yəni canan sözünü burada sevgili mənasında düşünsək, çox məzmunsuz
mahiyyətsiz bir mənaya gedib çıxır. Ona görə yəni aydındır ki, burada canan sözü sevgili yox, Allah mənasında işlənmişdir. Daha sonra 3-cü beytimiz. Deyir, qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən, desəm ol bi vəfa bilməm inanarmı, inanmazmı? Deyir ki, mən qəmimi, öz dərdimi pünhan, gizli saxlayırdım. Amma deyir, mənə dedilər ki, yarə açıq-aşkar de bunu. Bir desəm, ol bivəfa, bilməm inanarmı, inanmazmı? Lirik qəhrəman sevgilisinin bunun deyəcəklərinə, sevgisinə inanıb, inanmayacağı məsələsində tərəddüdlüdür. Testdə yazır ki, lirik qəhrəmanın tərəddüdlü olduğu məqam var. Bəli, bax, tərəddüdlü olduğu məqam kimi bunu götürə bilərsiniz. Şəb-i hicran yanar canım, dökər qan çeşmi giryanım, oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Deyir ki, şəb-i hicran, ayrılıq gecəsi canım yanar, yəni əziyyət çəkərəm. Dökər qan çeşmi giryanım, gözümdən qanlı yaş axar. Oyadar xəlqi əfğanım, yəni elə bir ah çəkirəm ki, əfğanım ah naləm deməkdir. Mənim ah naləm xalqı oyadır. Qara bəxtim oyanmazmı? Deyir, amma mənim qara bəxtim oyanmır. Yaxşımı? Bax, burada qara bəxt məsələsi var. Lirik qəhrəman öz bəxtini qara bəxt adlandırır. Biz oxşar şeyi görəcəyik. Hüseyn Cavidin Ana Mənzum faciəsində Qanpolad öz bəxtini qara adlandırır. Səməd Vurğunun Vaqif piyesində Xuraman öz bəxtini qara adlandırır. Bunu da detal olaraq yadınızda saxlayın. Gül rüxsarına qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür bu, axar sular bulanmazmı? Gül rüxsarına, gül üzünədir qarşı gözümdən qanlı su axır. Həbibim, həbibim sevgilim deməkdir. Sevgiliyə müraciət edir, həbibim. Fəsli güldür bu, fəsli güldür, bahar fəslidir, yazdır, yəni bu metonimiyadır. Axar sular bulanmazmı? Deyir ki, sevgiliyə müraciət edir ki, yaz fəsli gəlibdir. Bəs axar sular nə üçün bulanmır? İndi sual yarana bilər ki, məhəbbət məzmunlu bir əsərdə belə bir fikir nə üçün səsləndirilir? Yəni təbiət mövzusu, təbiətlə bağlı fikir nə üçün bura daxil edilir? Nə üçün daxil edildiyini deyim. Baxın, yazda, bahar fəslində hər yer isinir, havalar düzəlir, düzdürmü? İnsanlar bu məsələni insanların münasibətinə aid edilir, şamil edilir. Elə bir köçürür onun üstünə. Baxın, insanların münasibətinin pis olanda biz ona nə deyirik? Deyir ki, münasibətləri soyuqdur. Düzdürmü? Yəni qışdır münasibətlərində. Lirik qəhrəman deyir ki, bizim münasibətimiz də qışdır. Münasibətimiz soyuqdur. Nə üçün bizim münasibətimizdə gül fəsli, bahar fəsli gəlməyib hələ? Yəni, lirik qəhrəman sevgilisi ilə olan münasibətin yaxşılaşmağını arzuluyur bir növ. De gildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil səni görəcək utanmazmı? Deyir ki, mən sənə meyilli deyildim, mənim könlüm sənə meyil eləmirdi. Amma sən əqlimi başımdan aldın, sən ağlımı zay elədin bir növ, aldın əlimdən. Deyir, mənə tən eyləyən qafil, tən rişkənd, lağ eləyən deməkdir bir növ. Qafil də xəbərsiz deməkdir. Mənə deyir ki, tən eləyən, lağ eləyən qafil, xəbərsiz şəxs səni görəndə utanmayacaq. Yəni, səni elə bir gözəlliyin var ki, mənə tən eyləyən, sevgimə görə məni lağa qoyan şəxs səni görsə özü utanacaq bu hərəkətinə görə. Daha sonra, Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun kim, bu nə sevdadır? Bu sevdadan usanmazmı? Deməli, lirik qəhrəman, daha doğrusu, Füzuli öz adını çəkir, baxın, özünə xitab eləmir, sadəcə öz adını çəkir. Bildirir ki, deyir ki, Füzuli rindü şeydadır, yəni dəli divanə bir aşiqdir. Buna görə də həmişə deyir, xəlqə rüsvadır, yəni biabırdır. Xalq yanında biabır olmuşdur. Bunu nə üçün bu formada təsvir eləyir Füzuli? Leyli Məcnun poemasını oxumusunuzsa, orada da görəcəksiniz ki, Məcnun obrazı xalq içərisində bir növ xəstəliyə tutulmuş kimi düşünülür. Həmin dövr üçün insanların sevməsi xəstəlik kimi qəbul edilirdi. Hətta Məcnunu Kəbəyə aparırlar ki, bu xəstəlikdən xilas olsun. Sevgi illətinə, sevgi xəstəliyinə tutulan şəxslər insanlar tərəfindən bir növ təcrid olunurdu. Elə düşünülürdü. Bax, deyir ki, mən sevgi xəstəliyinə tutulmuşam və buna görə xalq içərisində rüsvayam, biabıram. Deyir, sorun ki, bu nə sevdadır, bu sevdadan usanmazmı? Deyir ki, soruşun görün, mən bu sevdadan usanırammı? Yəni, bu sevdadan usanmadığını, bezmədiyini dilə gətirir. Dərslərimiz haqqında məlumat almaq üçün yuxarıda qeyd olunan nömrə ilə 055 889 44 59 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Yenə də deyim, kanala abunə olmağı və videonu bəyənməyi unutmayın. Sağ olun.